Səmimilik nədir? Səmimilik aferist olmamaq. Səmimilik yalancı olmamaq. Səmimilik danıcı olmamaq. Səmimilik gerçəkçi olmaq. Səmimilik bu deməkdir. Ona görə sələflərdən biri deyir ki, ya necə görsənirsən elə ol, ya da olduğun kimi görsən. Ya necə görsənirsən elə ol, ya da olduğun kimi görsən. Baxın qardaşlar, çox səmimi olmamız lazımdır. Bugün Azərbaycanda olan fitnə. Ne üçün Azərbaycanda deyirəm, Gürcüstanda demirəm? Gürcüstanda fitnə yoxdurmu? Gürcüstanda da var fitnə. Ama Gürcüstandaki fitnəkarlar hamısı onların hamısını onların toplasan hamısı birinə dəymir. İçlərində bir düzgün, dürüst, fitnə əhlindən bir dürüst bir insan yoxdur. Fasiqlikdə və alçaqlıqda həddini aşan insanlardır və onların Gürcüstanda olan əhl-i sünnəyə təsiri də yoxdur. Ama Azərbaycanda fitnə əhli çoxdur. Ona göre bugünkü gündə en belə fitnenin başında olanlardan, en fitneye sebep olanlardan elə bu elm adıyla danışanların bəziləri. Sizin xəbəriniz var mı ki, bu fitnelere göre, sözlere göre insanların arasında tələbələrin içinde səmimiyyətin azlığı ve ittiğine göre insanların gözünde tələbələr ne kadar etibarsızlaşır? Məscidə getmək istəmirlər. Kimin cemaatındansan, kimin hansı tələbə haqqında nə deyirsən, filan şəxsiyyət haqqında mövqeyin nədir? Qardaş, məscidə getmək istəmirlər. Evdə duracağım deyir, işimə gələcəm, evimdə oturub namaz qılacağım. Özünüz və şərinizi məndən uzaq tutun deyirlər bu millət. Halbuki məscid İslamda müsəlmanların mərkəzi sayılır. İbadət etmək üçün, gəlib qəlblərinin rahatlığını tapmaq üçün, əmin-əmanlığı, sülhü təmin etmək üçün müsəlmanların toplandığı bir mərkəzdir məscid, ibadətxanadır. Ama o kadar fitne baş alıp gedib ki, qardaşlarımız, Azərbaycanda olan səmimi qardaşlarımız, siravi insanlar kimdən elm alasıdırlar, kimi təsdiqləyəsidir, artıq bilməyən bir vəziyyətə gəlib çıxıblar. Məscidlərdən soyublar, insanlar bir-birinə şübhə ilə yanaşır və bəzi başda oturan fitnəkarlar da öz şəxsi həyatlarını yaşayırlar. Arvad, uşaq, yemək, içmək, biznes yerində, keftamaq, restoranlar, dəqiqədə bir dənə WhatsApp-la quş buraxırlar. Nəsihət yoxa, quş buraxırlar. Fitnə buraxırlar, otururlar şəxsi həyatlarında keflərini çəkirlər. Amma insanlar, qardaşlar isə bir-birlərini qırırlar. Vallahi, təkfirçilərin, xavaricilərin, başqa əhl-i sünnədən kənar olan firqələrin çoxalmasına səbəb, bugünkü gündə dəvət eləyən tələbələrinin arasında olan fitnələrdir səbəb. Qardaş, gedirlər, türkü var, Rusu var, oyu var, buyu var. Bu tələbələri görürlər ki, aralarında səmimiyyət yoxdur, küzlülük var, tələbələrin arasında böhtan, yalan dolu sözlər var, artistlik var. Deyirlər, bunların nə cümlətən, nə tafsir, bunların heç biri mənə lazım deyil. Gedirlər, türkünə qulaq asırlar, farsına qulaq asırlar, filanına qulaq asırlar, rusuna, ingilizinə. Və bu insanlar doğru mənhəcdən gedib, xarab insanlara doğrudan yem olurlar. Bu dəvətçilər bunu niyə düşünmür ki? Nə üçün düşünmür? Bugün Azərbaycanda təkfirçilərin çoxalmağının, məscidlərin azalmağının, bir çox məscidlərin də təkfirçilərin mərkəzi olmağına görə bağlanmasının səbəbi elə bəzi tələbələrin törətdiyi fitnədir. Səbəb bunu. Elə o fitnəkarların sələfi adı ilə, mənhəc adı ilə insanları aldatmasıdır vallahi. Əmin olun bundan. Özünüz bilirsiniz, gedirik, gəlirik Azərbaycana, bəzən işlərimiz var, bəzən gedirik, sənət adı ilə orada gedirik, gəlirik və s. kimi müsəlmanların halını görürük orada. Acınacaqlı bir vəziyyətdir. Ondan da danışırlar, devlətimiz. Sən milləti parçalamaqla, insanların qəlbini birləşməkdən uzaq olmaqla, sən devlətin içindəki əmin-amanlığı pozursan axı. Sən devlətin içində orada yuvaların olmasına səbəb olursan axı. Bu insanlar tələbə yoldaşlarla oturmağa belə özlərinə sığışdırmayan bəzi insanlar var. Belə insanlardan sən ümmətin islahını gözləyirsən. Mənə görə fərqi yoxdur. Yahudi olsun, xaçpərəst olsun, şiyası olsun, sünnisi olsun, filan təriqətli olsun. Əgər söhbət eləmək istəyirsə, məsələni araşdırmaq istəyirsə, biz hər zaman onlarla dini mübahisə etməyə, məsələni uzlaşdırmağa həmişə hazırıq. Və bunu biz dəfələrlə edirik.
İnsanların islahında olan mənfəəti anlamayan insanlar, əslində yaşadığı dövlətdə əmin-amanlığın təmin olunmasını istəməyən insanlar qalxıb nə deyirlər? Veysel təkfirçilərlə oturur. Bəzilərini cırır, patladır Həzrət Baxıllı. Patladır. İçi yanır, tökülür. Öləcəklər elə belə yana-yana da. Partiya.